Bugün Cənub mətbəxinə aid olan ləvəngi cücə hazırlamışıq və tələbə sırdağı hazırlamışıq. Bilirsiniz ki, biz kursda balıq sırdağı da hazırlamışıq. İndi balıq mövsümü olmadığına görə tələbə sırdağına üstünlük verdik. Yaydır, infeksiyaların artan vaxtıdır. Bu xörək də, sırdaq da sarımsaqlı xörək olduğuna görə infeksiyaları balanslaşdırır, ən azından qabağını alır. Bağırsaq xəstə, uşaqlara da çox xeyirdir. Və badımcan xörəyi olduğuna görə yox, mən bayaq sizə xörəyi hazırlayarkən dedim ki, badımcan nikotin olan tərkibində tərəvəzdir. 5 yaşından artıq olan uşaqlara verə bilərik, amma tərkibində sarımsaq olduğu üçün buyurdum ki, bəs indi xəstəliklərin o yayılan vaxtı olduğu üçün dadı da yaxşıdır, zərifdir. Toyuq yeməyənlər, vegetarianlar üçün çox gözəl bir nümunədir. Ət yeməyən, veganlar üçün də tələbə sırdağıdır, dadlıdır, mövsümə uyğundur. Məsləhət görərdim hamıya. Bugün adətən bu plovla yeyilən yeməkdir, amma biz bugün onu çörəklə əvəz eləmişik. Çörəyi də uşaqlarla bərabər hazırlamışıq. Hamıya da nuş olsun.